Hər kəsə salam. Ümid edirəm ki, yaxşısınız. 52 min dənə videonu çəkəndən sonra artıq qərara gəldim ki, bunu çəkməliyəm. Ümumiyyətlə, etiraf edirəm ki, uzun müddətdir. Təəssüf ki, mən YouTube-a video çəkə bilmirəm. Çünki vaxtım olmur açığı. Biraz mən tanıyan insanlar bilir ki, həyatım elədir ki, hər an hər sürpriz çıxa bilir, hər an hər bir şey ola bilir. Ona görə mövzuları kənara həmişə qeyd edirəm fərqindəlik gələndə ki, bu mövzunu YouTube-a çəkəcəm, yerləşdirəcəm, amma sonra elə qalır. Bugün sizinlə danışacağımız mövzu təvəkkülün insanın həyatında roludur. Ümumiyyətlə, hamımız eşitmişik bu sözü məncə. Mən kastım ondan deyil ki, durum sizə nəsə burada öyrədim, məsləhət verim, nə bilim, tövsiyə edim. Yox, YouTube-u da elə açmaqda əsas məqsədim odur ki, söhbət eləməyə xoş duyuram. Uşaqlıqdan bəri danışmağı, deməyi, bölüşməyi, nə bilim, fərqindəlik yaşamağı, nələrsə fikirləşməyi, dərinlərə enməyi, sonra dərinlərdən çıxa bilməməyi xoşum gəlir. Yəni, bölüşməyi sevirəm, nə bilim. Ona görə bu YouTube nə mentorluq, nə təlim, nə bilim, məsləhət, heç nə deyil. Yəni, bu sadəcə elə bil 2 dənə ən yaxın dostun oturub söhbət edirsən bundan bağlıdır. Bu arada dağdayam. Uzun müddət dərin depressiya yaşamış birisi olaraq, çətin periodlardan keçmiş birisi olaraq doğrudan da yaşıllıq, sakitçilik mənə çox yaxşı gəlir. Çox yaxşı hiss edirəm özümü. Əvvəllər amma məndən məsələn soruşsalar, desəydiniz ki, Peker, biz uşaqlıqdan bəri həmişə dağa gəlirik də. Desəydiniz ki, Peker, dağda məsələn qala bilərsən, filan qədər, deyirdim yox. Bir həftə olmamış çıxıb gəlmək istəyirdim şəhərə. Amma indi deyəsən qocalırıq. Yaş öz sözünü deyir. Hə, yoldaşlar, mən danışmaq istəyirəm bugün sizlə həyatımda təvəkkülün rolundan. Həyatımda Allaha inanmağın, Allaha təslim olmağın, Allahın qapısına, məcazi mənada belə deyim, Allahın qapısına getməyin həyatımda yaşatdığım möcüzələrdən danışmaq istəyirəm ki, bəlkə bu video hansısa bir insanın, ümidsiz olan bir insanın, heç vaxt düzəlməyəcək deyən bir insanın, nə bilim, həyatında çətinliklər yaşamağına görə Allaha olan ümidini itirən insanların inşallah ki, qabağına çıxar və onlara çox böyük bir dəstək olar. Siz, insan bəzən çox şey istəyir. Həqiqətən. İnsan bəzən, bu birinci, təbii ki, insan özündə bunu görməlidir. Başqalarında da bunu təcrübə eləyəndən sonra bu qənaətə gəlməlidir ki, insan bəzən həqiqətən çox şey istəyir. Hədsiz çox şey istəyir. Düzdür. Allah deyir, məndən istə, mən sənə verim. Amma biz insan olaraq dəhşətli dərəcədə mənasız şeylər istəyirik. Və o qədər mənasız şeylər istəyirik ki, əsas olan şeylər qalır qıraqda. Və biz ömrümüzün sonuna qədər o mənasız şeylərin arxasınca qaçırıq və yoruluruq. Həqiqi lazım olan şeylərin qalır qıraqda və biz gedirik lazımsız olan şeylərin arxasınca. Və nə gözəl ki, həqiqətən, bax bu fərqindəlik gəlir deyə deyirəm. Nə gözəl ki, bizə bir stop deyən olur. Həyatımızın hansısa bir dönəmində, hansısa bir periodunda mı deyim, ya anında mı deyim, ya insan vasitəsindən, ya yuxu vasitəsindən, ya nə bilim, Quranın hansısa bir ayənin gəlməsi vasitəsindən insana deyir ki, bir stop, bir dayan, bir gözlə, sən axı istiqamətini dəyişibsən. O şeydə deyir, navigatorda, Waze-nə gələndə səhv istiqamətə getdin. Bax, bizim həyatımızda da fikir verirsinizsə, səhv istiqamətə getdin deyən işarələr olur. Əgər biz görə biliriksə, əgər biz baxa biliriksə, biz fərqinə vara biliriksə, fərqinə vara bilmiriksə də gedirik səhv stansiyaya çatırıq və limit dolandan sonra, benzin qutarandan sonra həyati benzin nəzərdə tuturam.
Sən deyirsən ki, mən bura gəlmək istəmirdim axı. Əslində mən buranı istəmirdim axı. Mən bütün enerjimi, bütün zamanımı, bütün vaxtımı, sevgimi, ilgimi yanlış bir şey üçün xərcləmişəm axı. Adam dəli olar da, düzdür ki, indiyənə kimi elədiyin nətər sən bir ömür yaşayasan, amma səhv yaşayasan. Sən bir ömür yaşayasan, amma yanlış bir şey üçün yaşayasan. Allah heç kəsi bu düşüncəyə, bu fikrə, bu fərqindəliyə gətirməsin. Mən arzulamıram heç kəsə bunu. Çünki doğrudan da çox ağır bir dərddir. İnsanın ömür boyu yaşayıb, amma yanlış bir şey üçün yaşamağı. Ona görə biz birinci məncə baxmalıyıq. Həyatımda baxıram, gəl cümləni belə qurum. Çünki o qədər mentorluqda məsləhət, tövsiyə, proqram, belə şeylərə keçir ki, birinci gəl özümdən ilə başladım. Mən həyatımda baxmağa çalışdım nələrə, istəklərimə. O bir söz var, deyir ki, sən planlarını vaxtında həll elə ki, planların səni həll eləməsin. Başqa belə bir cümlələr çıxır tez-tez qabağımıza ki, doğrudan da elədir. Baxıram istəklərimə. Nə istəyirəm? Nələri istəyirəm? İstədiyim şeyləri həqiqətən istəməyə dəyərmi? Bir ömür arxasınca qaçmağa dəyərmi? Bir ömür onun üçün üzülməyə dəyərmi? Günümü pis eləməyə dəyərmi? Yaxşı, bu istəyim sonunda mənə nə verəcək? Mənim tək hamımız bilirik ki, tək biz cisimdən ibarət deyilik də. Yəni gəlin bunu ta il olub 21-ci əsr, 2026 süni intellekt dövrüdür. Süni intellekt belə bilir ki, sən yəni tək cisimdən ibarət deyilsən. Yəni ruhdan ibarətsən. Yəni ruhun var. Gedəsən o bir tərəfə. Sən ha inanmadı, bu var. Yəni məntiqlidir səncə ki, bu dünyanın üçün, bu bədənin üçün, bu cismin üçün sadəcə çalışmaq? Yəni yaxşı, çalışırsan ki, bahalı restoranlarda yemək yeyəsən, qarnın doysun. Bahalı geyimlər geyinəsən, qəşəng görsənəsən, belə qəşəng görsənmirsən. Nə bilim, çalışırsan ki, üzünü biraz başqa formaya salasan, əməliyyatlarla. Demirəm, əməliyyat eləyənlər ya başqa bir şey, onlara əsla heç bir söz demirəm. Öz şəxsi istəkləri sadəcə sual verirəm ki, yəni həqiqətən budur istəyim. Başa düşürəm, başqalarından geri qalmaq istəmirsən, cəmiyyətə uyğunlaşmaq istəyirsən, cəmiyyətdə sən də özünü göstərmək istəyirsən. İnsanıq biz, nəfsimiz var. Bunlar hamısı normal proseslərdir. Normal olmayan bilsən nədir? Normal olmayan bunu aşırı dərəcəyə aparmaq və bunun idarə edicisi olmamaq. Əksinə onun sənin idarə edicin olmasıdır. Fikrimi izah edə bilirəmmi sənə? Məsələn, mən bu çayı içirəm ona görə ki, zövq alıram çaydan və yaxud susuzlanmışam. Bir də var, artıq çay məni özündən asılı vəziyyətə salır. Çaysız yatamıram, çaysız duramıram, çaysız heç ara gedəmirəm. Başlayır o səni idarə etməyə. İndi mən onu demək istəyirəm ki, özümə də bunu deyirəm, amma tez-tez Allah şahiddir ki, bunu özümə deyirəm, özümü tərbiyələndirməyə çalışıram bu mövzuda. Ki, nə zaman bir şey həddən artıq çox istəsəm, görsəm ki, dualarımı sadəcə bununla məşğul eləyirəm, Allaha bununla gedirəm, hər şeyimin başlığı bu istəkdir, onda başa düşürəm ki, əslində o məni idarə edir. O məni idarə edir. Artıq mən o istəyimdən, mən o arzumdan, mən o hər nədirsə də ondan asılı vəziyyətə qalmışam. Salam aleykum. Mən ondan asılı vəziyyətə qalmışam. Bu çox böyük fəlakətdir. Və sən insan olaraq və mən insan olaraq o asılı qaldığım ki, o şey istək var ha. Nəfsimi əgər mən idarə eləyə bilməsəm, nəfsim nədir? İstəklərim, düşüncələrim, hisslərim. Biz elmdə deyirik də, nəfs tutaq ki. Amma belə
loru dildə başa düşəcəyimiz tərzdə bu əslində bizim iç aləmimizdir. Nəfs insanın iç aləmidir, düşüncələridir, hissləridir, nə bilim, arzularıdır, budur. Mən onu idarə eləyə bilməsəm, o məni idarə eləyəcək və mən o şey ki arzuluyuram olsun məndə. Onun reallaşması üçün gözüm heç nəyi görməyəcək. Və o dərəcəyə çatacağam ki, insan olaraq, bütün insanlara aiddir bu. Çünki məndə olan nəfs səndə də var. Səndə olan nəfs məndə də var və mən özümü tanıtsam, səni də tanıya biləcəm. Öz nəfsimin mənə nəyi diktə etdiyini, nəyi mənə əmr etdiyini yeri gələndə, nəyi mənə məcbur etdiyini bilsəm, anlaya bilsəm, araşdıra bilsəm, fərqinə vara bilsəm, sənkiləri də başa düşəcəm. Ona görə bunu belə rahatlıqla danışıram ki, səndə olan məndə də var. Sənin o düşüncələrin məndə də var. Ona görə səni yaxşı başa düşə bilirəm. Hə, onu demək istəyirəm ki, mən onu idarə eləyə bilməsəm, o hara desəm mən ora getsəm, nəfsimi nəzərdə tuturam. O deyir ki, ağa deyir, sür dəriyə, sür dəriyə. Ağan olsa sənin sözün elə həqiqi mənasında, nəfsin sənin ağan olsa, sənə desə ki, sür dəriyə, sən də sürəsən dəriyə. Və onun dərəsi nələrdən ibarətdir və sən haralar aparır, onu demək istəmirəm. Sənə o ağa o dərədə deyə bilər, pis işlər gör. O ağa o dərədə deyə bilər ki, başqasının haqqını yiy, başqasının malını qarət elə, başqasının gözünü yaşlı qoy, əlindən al, incit. Yəni, hər cümlə deyə bilər də, yəni sənə ağlına gələ biləcək hər cümlə. Sən o ağaya tabe olsan, içindəki ağaya, nəfsi ağa, ağaya qadir olsan, yəni dedim, məhkumluq hiss eləsən özündə. Vəsə getdi. Nə yazıq ki, nə pis ki, nə təəssüf ki, bizim tək Allahımız yoxdur. Çox təəssüf edirəm mən. Biz dildə deyirik ki, bizim Allahımız, biz tək Allahlıyıq da, tövhid məsələsi tək Allahlılıq məsələsidir. Biz deyirik ki, mənim tək Allahım var. Amma bizim bəzən Allahımız istəklərimiz olur. Çox təəssüf edirəm buna. Bəzən sənin o uğruna çox çalışdığın istəyin var. Hansı ki, gecə-gündüz bütün hər şeyin onun yolunda hədər edirsən. Dünyəvidir. Sən Allahın oldun. Sən onu əldə eləmək istəyirsən. Ona çatmaq istəyirsən. Onun üçün çalışırsan. Gecəni, gündüzünü ondan ötürü hədər edirsən. Sən Allahın oldun. Əstəğfurullah. Ona görə baxmalıyıq məncə. Bu sözü bəli demək incidir. Bir yerlərdə insanı incidir. Deyəndə belə məni incidir ki, bu da danışıqdır. Amma başa düşən insan bilir nə demək istədiyimi. Anlayır nə demək istədiyimi. Bəzən bir insanın Allahı onun əlindəki telefon olur. Bəzən bir insanın Allahı bütləşdirdiyi insan olur. Bəzən bir insanın Allahı maşın olur, ev olur, pul olur, şöhrət olur. Hirs olur. Və mənə elə gəlir ki, mən bilmirəm, bunun elmini bilmirəm, bunun dərinliyini bilmirəm, mənim heç bir bununla bağlı bir savadım yoxdur. İslami bir savadım, bir şeyim yoxdur. Sadəcə öz təcrübələrimi bölüşürəm sizlə, bayaq dediyim kimi. Və mənə elə gəlir ki, insan içindəki Allahları öldürməmiş, həqiqi Allaha çata bilmir. Mənə elə gəlir ki, insan ibadət etdikləri ki, nə ki var, bayaq sadaladığım puldur, şöhrətdir, insandır, vəzifədir, istəkdir. Məncə insanın həqiqətən Allah onun istəyidir. O istəklər ki var, o istəkləri sən qıranmadın, həqiqi Allahına çata bilmirsən.
və həqiqi Allahına çata bilmədiyin hər bir şeyin ağrısını, sancısını dərinliyində hiss edirsən. Yəni əslində bəlkə də bizim bu qədər içdən-içə mənəvi narahatçılıqlarımızın səbəbi hər dəfəsində öz Allahımıza çata bilməməyin sancısıdır, ağrısıdır. O uzaqlığın yanığısıdır məncə. O uzaqlıq ağrı verir. Dartılanda bir şey necə olur? Ağrı verir də. Məsələn, nümunə olaraq deyirəm, dərin dartılır, ağrı verir. Gərginlik. Məncə bu bizim daxilimizdəki ağrının da səbəbi öz Allahımızdan uzaq qalmaqdır. Mən belə başa düşürəm. Və uzaq qaldığın üçün ağrıyırsan. Yanlış qapılar axtardığın üçün ağrıyırsan. Yəni bilirsən ki, hər dəfə yanlış qapıya getdikcə biraz daha çox o dartılan şeydə deşiklər əmələ gəlir. Bu da təbii ki, səndən asılıdır məncə. Məndən asılıdır məncə. Mənim həyatımda məndən asılıdır, sənin həyatında səndən asılıdır. Kimisi bu yolu sürətli gedir, kimisi dağa daşa dəyir gedir. Məncə bir yerdə oxumuşdum bu sözü. Məsələ zaten əvvəl-axır hamımız o tərəfə gedib çıxırıq da, yəni o stansiyaya çatırıq. Məsələ o stansiyaya gedənə qədər daha az zədə almaqdır. Hamımız ora gedirik. Hamımız o yolu başa vururuq. Amma bütün məsələ o yolu başa vurarkən daha az zədə almaqdır. Daha az zədə almaqdır. Məncə zədə mövzusu da elə budur. Özündən nə qədər ayrı qalırsansa, öz dediyim Allahdır. Nə qədər ayrı qalırsansa, nə qədər uzaq düşürsənsə, nə qədər görməzdən gəlirsənsə, bir o qədər çox ağrıyırsan. Və sən düşünürsən ki, mənim bədənimdəki bu göyərtilər nədir? Ruhumdakı göyərtilər nədir? Ruhumdakı göyərtilər fərqində varmadığın zədələrdir. Görməzdən gəldiyin zədələrdir. Hər günah işlədikcə bədəndə sanki bir zədə dəyir. Və sən bunun fərqində varmısan? Yenə də əslində cisimdə zədəni görmək daha asandır, nəinki ruhda. Ruhda zədəni sən tam görə bilmirsən. Qaranlıq çökəndə, sıxıntılar olanda fərqinə varsan ki, nəsə var. Və çox təəssüf ki, bədəndəki zədəni aradan aparmaq bir dənə kremlə, ya nə bilim dərmanla daha rahatdır, nəinki ruhdakı. Görəsən ruha hansı kremi çəkəsən, ruhuna hansı dərmanı vurasan ki, vurduğun zədələrin izi getsin, təsiri getsin, ağrısı getsin. Bu haqda məncə çox danışmaq olar. Bu haqda məncə çox genişdir əslində mövzu. Hər yerdə də insanın özünlə olan münasibətidir, hər yerdə. İnsanın imtihanı, insanın uğuru, hər şey özünlə bağlıdır. Sən özünlə münasibəti düzəltsən, həyatla olan münasibətini düzəlməyə başlayır. Özünlə münasibəti düzəltmək deyəndə də əslində özünlə münasibət düzəltmək o demək deyil ki, mən özümə geyim küskün qabağında deyim ki, mən qəşəyəm, mən ağıllıyam, mən bacarıqlıyam. Bu deyil ki, özünlə olan münasibətini düzəltmək özündəki sirləri ortaya çıxartmaqdır. Özündəki yaradılış sirlərini, özündəki məqsədləri, o nə cür ki, misal üçün hansısa bir telefonun və yaxud kompüterin yaradılışından sonra onun bir istifadə talonu var, istifadə qaydası var, ya da ki, hansısa bir qidanın ingrediyentləri var içərisində olanlar. Məncə də insanın var. Bu insan necə yaşamalıdır?
bu insan nə cür yaşamalıdır? Nə cür yaşamalıdır ki, düzgün şəkildə daha az hasar alaraq məqsədə çatsın, stansiyaya çatsın. Məncə bu qədər bəsdir. 20 dəqiqə önce danışdım. Deyəsən 20 dəqiqədən artıq danışamıram. 20 dəqiqə danışdım sizlə. Ümid edirəm ki, bu mövzumuz çoxlarımızın düşüncəsində müəyyən qədər fikir formalaşdırar. Demirəm nəsə dəyişsin, demirəm nəsə bir şey olsun, amma ən azından düşünək. Bir özümüzü düşünək. Yəni bu kör-körənə yaşamaqla deyil ki. Kör-körənə getməklə deyil ki. Yəni nə bilim, yaşaya bilmirəm mən kör-körənə. Bəlkə də mən çox overthinkerəm. Bəlkə də çox mən hər şeyi düşünürəm. Beynimin içi danışır. Amma düşünmədən insan necə yaşayar ki? Yəni Allah bizə əql verib, düşünmə gücü verib, digərlərindən fərqli olaraq biz şuurlu varlıqlarıq, düzdürmü? Yəni nətər mən düşünməyim? Nətər mən analiz eləməyim? Niyə eləməyim? Niyə eləməyəsən? Niyə eləməyək? Bəlkə də bəlkə də elə bütün məsələ düşünməməkdədir. Yox. Düşünənlər üçün əlbəttə ki, bir hikmət var. Düşünənlər üçün bir çıxış yolu var. Düşünməliyik, dərk eləməliyik, idrak eləməliyik, çatmalıyıq. Çünki təfəkkür çox önəmlidir. Bir yerdə oxumuşdum. Deyir ki, təfəkkür ibadətdən daha önəmlidir. Düzgün təfəkkür, ibadətə bərabərdir əslində. Allahı təfəkkür etmək də, Allah düşünmək də bir ibadətdir. Ona görə gecə olmamış sən də düşün, amma düzgün şeylər düşün. Səni aşağı aparacaq, səni negativə salacaq şeylər düşünmə. Ehtiyac yoxdur buna. Düşünərkən belə öz düşüncələrinə bir süzgəc keçir. Səni dibə aparan, səni negativə bağlayan, səni ümidsizliyə salan düşüncələrdən qətiyyən qaç. Ehtiyac yoxdur buna. Bunu düşünməyinə ehtiyac yoxdur. Ümidi düşün, gözəl şeylər düşün və öz yaradılışın haqqında düşün. Onda görəcəksən ki, həyat sənin üçün başqa yerdən əsməyə başlayır. Sözün həqiqi mənasında. Təşəkkür edirəm vaxtını ayırdığın üçün, o dəyərli 23 dəqiqəni ayırdığın üçün sən təşəkkür edirəm. Özünə yaxşı bax.